Hə. Toplu 2019 neydi mövzumuz? İkinci hissə uzun sahəsi. Siz deyirsiniz ki 91'i yaz elə. Yerə deyirsiniz. Deyir SAMS bərabərdir 15. AM bərabərdir 3. MD bərabərdir 1 olarsa SABCD'ni tapın. Görək şəkli də çəkək. Sizdə mənlə bir yerdə. Görək nə olur. Bu A, B, C, D. Düzdür. Bu bunun diaqonalı. Hansı da düz uzaqlıqda deməyə ehtiyac yoxdur. Burada M-dir dostlar. Buradan da belə bir xətt çəkək. Sonra buranı işlətmək. Burada düz uzaqlıqdır. İndi nədir? Bax, bunu deyir ki AM 3'dür. Bura 1'dir. AM ise 15'dir. Bura 15 olanda görürsünüz, bax bu 3 bucağı. 3'ün 1'ə nisbətində böldüyü üçün, deməli bu sahə də 3'ün 1'ə nisbətində. Çünki demişdik, təpədən qarşıdakı tərəfi bölən parça neçə nisbətdə bölürsə, sahələri də həmin nisbətdə. Deməli, onda bu 3 dəfə bundan kiçikdir. Neçələrdir? 5. Düzdürmü? Yarım 3 bucaq neçələrdir? 20. Onda SABCD neçədir? Və salam 40. Var mı yazalım? Açıq sual yoxla. Hə. Keçirik uşaqlar 93'ə. Görək 93 nədir? 93 də belədir. Yan tərəfi 10. Oturacağı çəkilmiş hündürlüyü 6 olan bərabəryanlı üçbucağın sahəsini tapın. Yan tərəf 92 yazdım mən. Yan tərəfi 25. 25. Oturacağı çəkilmiş hündürlüyü də 15 olan üçbucağın sahəsini. Heç buna nə var ki? Düz bucaqlı üçbucaq əmələ gəlir. 25-15 deməli bura 20'dir. Düz bucaqlı üçbucaq belə nədir? Bərabəryanlı üçbucağın oturacağını çəkilən median həm hündürlük həm tən bölən burada 20'dir. Beçinə S üçbucaq bərabərdir. 40 vuraq 15 bölək 2. Bu da 20 vuraq 15 300 eləməli. Yaxşı. 95'ə baxaq. Görək bu 95 nədir uşaqlar? 95 də belədir. AD verib neçə? 12. BS'ni verib 15. Baxaq görək nədir? Belə bir üçbucaq. A, B, C. Bir dənə bir belə B-də verib. D. Yaxşı. AD 12. Bura 15'dir. 15'dir. Burada 30 dərəcə. Çox maraqlıdır. ABD üçbucağının sahəsini tapın. SABD. ABD üçbucağı. BCD. Gənə ilişlik elədir. 12, 15. Başqa heç bir şərt verməyib elə. ABD-dir. Heç verməsin. Buradan bir dənə hündürlüyü yendirəcəm. Elə mi? Bu 12. Düzbucaqlı üçbucağı alınır uşaqlar. Düzbucaqlı üçbucağın qarşısında 30 dərəcə bucaq qarşısında kat et, patentin yarısına bərabərdir. Bura neçə olur onda? 7,5. Deməli hündürlük 7,5'dir. Bu da bərabərdir. AD vuraq H bölək 2. Düzdürmü? O da 12 vuraq 7,5 bölək 2. Bu da 6 vuraq 7,5. 45 mi lira şöyle? 45. Sahə ilə 45. 97'ye keçək. Görək 97'də nə deyir? Hə, 97 də maraqlı bir məsələdir. Yazaq 97. Hələ də üçbucağı çəkək. Belə bir üçbucaq çək. Buranın düz bucaq hesab edir. A'dır, B'dir, C'dir. Bu düz bucaqdır. Buradan yazıb ki AC bərabərdir BC. AD bərabərdir BD. B'yi hansı bir-birinə bərabərdir? YC. Bucaq ACB 90.
də bərabərdir 2-dir. SABC-ni tapın. Bax, verilənlərə deməli, yox, şəkili tam çəkməmək. Nasıldır? 97. Buradan bir dənə belə bir şey çəkir. Sonra bir dənə də belə bir Y çəkir. Y. Burada D, burada O. İndi baxaq görək nə deyir. Deməli, AC BC-yə bərabərdir. Bu, ona bərabərdir. Bu heç. AD də BD-yə bərabərdir. Bax, bu da buna bərabərdir. Görürsünüz? Bərabərliyin üstüzal medianı da deməli həm hündürlükdür, həm də təmqılan olacaq. Yəni, burada 45-dir, burada 45-dir. Bu hündür yolda avtomatik burada 45-dir, onsuz da bilirik. Baxaq görək sonra olur, o lazım olacaq, yoxsa. B-yə də Y-yə bərabər. Hə, deməli, bu medianların kəsişmə nöqtəsidir. OD-ni verir 2. 2. Onda medianlar təpədən başlayaraq 2-nin birə nisbətində bölünür mü? Bura neçə olacaq? 4. Medianımız ümumi C-də neçə olur? 6. Bu da hipotenuza çəkilmiş medianda 6, 6. Düzdürmü? İndi SABC-ni tapında hündürlük, deməli o bərabərdir. AD, AB, vuraq CD bölək. O da bərabərdir. 6 vuraq 12 bölək. 36 eləməli. Yaxşı. 99-a baxaq. Görək 99-da nə deyir uşaqlar? ABC üçbucağında A1, B1 medianları perpendikulyardır və uzunluqları uyğun olaraq 6 və 9-dur. Görək bu nədir? Əvvəlcə medianları çəkək. A1, qoy bu da olsun. Burada kəsişsin də. Bu da olsun B1'dir. Deməli, B-lə, görüm alındıra bilirəm, bir də B-lə. A, B, yox, A1 daha uzun deyil, hə, yox, düz. C. A1 medianı budur, bu buna bərabər. B1 də budur, B1. Perpendikulyardır, 6 və 9-dur. 6 və 9. ABC üçbucağının sahəsini tapır. Görək, çox maraqlıdır, bu nədir? Aşağı. Çox asan bir şeydir. 6 olanda, bax bura, A1 6 olanda, bura 4, bura 2-dir. Düzdür mü? Çox yaxşı. 9 olanda da 2-nin birə nisbətində bura 6, bura isə neçədir? 3-dür. Bir dənə də median çəksən, bax buranın sahəsi neçədir? Bu düz bucaqlı üçbucaqdır. 12. Bura 12-dir, düzdür. Yəni, bax buradan da bir dənə belə xətt çəksəm 6 bura eləyir. Məsələ bundan ibarətdir ki, medianlar kəsişəndə üçü də birinə 6 dənə üçbucağa bölünür və o üçbucağın hamısının sahəsi bir-birinə bərabər. Bu 6-dırsa bir dənəsi. 6, 6, 6, hamısı 6-dır. Deməli, 6 dəfə 6 SABC neçədir? Bərabərdir, 36 edir. Bir daha izah edeyim mi? Bax, 4 neçələr? 6-nın 4-ə bu sahələrdir 24. 24 və 12. 12. Median çəkəndə burada da bərabər bölürəm. Deməli, 6 bura, 6 bura. Yəni, medianların böldüyü üçbucaqların bir dənəsinin sahəsini bilsə, yerdə qalanlar da hamısı bir-birinə bərabərdir. 6 bura, 6 ilə 90. Yaxşı, keçək plana. 101. Görək 101-də nə deyir uşaqlar? Maraqlı bir şey var burada şəkil. O, hansı məsələdə ki, şəkil verilməyib, onda mən öz-özümə şübhələnirəm ki, görək burada nə problem var. Ona görə şəkil olanda işlər məncə daha rahat olur. Hə, deməli, A, B, C, D. Deyir ki, bu bucaqların təmbölənləri kəsişir. Bunu biraz uzaldacam deyəsən. Bircə dəqiqə. Bu təmböləni bu. Bunun təmbölənində qoy bu olsun, belə bir şey olsun. D. Burada C. Harada kəsişirlər? M nöqtəsində. Bax, bu bucaq buna bərabərdir.
Bu bucaqda buna bərabər. Bunun 90 olacaq o ayrıntısı. Deyir ki, AN bərabər 15. AN bərabər. P, A, B, C, D də 51 olarsa S, A, M, B-ni tapın. Bak bir daha soruşuram. Önərkəşim AN başqa bir şey verir. Deməli, AN bərabər 15-dir. Başaraq təmbələ, məsələn, bura alfa, alfadır, düzdürmü? Onda burada alfadır. Bu demək ki, bu buna bərabər. Hələ buna baxaq. Bu betadır, bu da betadır. O demək ki, daxili çarpazdır. Burada betadır, yəni burada buna bərabər. Başqa sözlər, başqa sözlər. Məsələn, bura x-dırsa, burada x-dir. Paralelogram qarşı tərəflər bərabərdir, düzdürmü? Bura x-dir, deməli, o da burada x-dir. Belə çıxır ki, onda. Paralelogramın eni x-dir, uzunluğu isə 2x-dir. Bu da bizə verir bunun nəyini? Verir bunun perimetrini. Onda P, A, B, C, D bərabər 2 vuraq, x üstə gələk 2x, o da bərabərdir 51-dir, düzdürmü? 3, 6, qoy belə fikirləşək də, düzdürmü dedim? 2 vuraq, x üstə gələk 2x. O da 6x bərabərdir 51, 2x bərabərdir 3-ə böləndə 17 mi edir? 17, x bərabərdir 8/5. Bax, bura 8/5-dir, nə olsun? Burada 17-dir, 17-dir. Burada 8/5-dir. Bizə bir də nə verir? AM-i verir 15. Bu AM nəyimizə lazımdır? S-A-M-B-ni soruşur. Hə, bura 15, bura 8/5, 8/5. Onda belə çıxır ki, şeydən istifadə edirsiniz. Erondan da, ha? Eronsuz olmaz. Böyük nömrə lazımız yoxdur. Onda sayımı P-ni tapıram. 8/5 üstə gələk, 8/5 üstə gələk, 15 bölək 2. O da bərabərdir. 17 ilə 15-i toplayanda bölək 2. 16 mı edir yara böləndə? 16. Deməli, P bərabərdir 16. S də bərabərdir. Kök altdan 16 vuraq. 16 çıxaq 8/5 vuraq. 16 çıxaq 8/5. 16 çıxaq 15. Düzdürmü? Bu heç, bu 1-dir. Bundan 4 çıxır. 16-dan 8/5 çıxanda 7/5 mi? 7/5 yəni vuraq 7/5. Bu da 30-dur cavab. Elətməyin gəl. 30. Yəni, heron gəldi ağlıma birdən belə. Çünki bu tərəflər bax, bu sahəni soruşurlar. AMB-nin sahəsini. Yəni, ola bilsin ki, başqa yol var. Bu dəqiqə elə isti-isti ağlına gələn bu yol olur. Amma siz düşünün, başqa bir yol olsa, daha qısa yol olsa deyərsiniz. Yaxşı. 103-ə baxaq. Görək 103 dənə var. 103. Bu da maraqlıdır. ABC üçbucağının AB tərəf üzərində Y nöqtəsi ilə götürülmüşdür ki, AY bərabərdir 3BY. Çəkək daşı. Belə bir şəkildir. Bu A, B, C'dir. Bax, burada Y olsun, məsələn. AY. Buradan da bura bir hündürü yendir. Buranı da deyək K olsun. Elə mi? Bura, məsələn, M-dirsə, bura 3-dir. Birinci şərt elə. S, B, Y, C bərabər 12. A təpəsindən çəkilmiş AK hündürlüyü də 8 olarsa, AK hündürlüyünü tam. Yox, AK, hara baxayım. O BC-ni tam. BC nəyə bərabər? Asandır məncə. BYC hansıdır uşaqlar? BYC bax buranı. Buranı 12 verirdi dostlar. 12. Bax burada 3'ün 1'ədir mi? Deməli burada 36. 36 burada, 12 burada. Onda ABC üçbucağı cəmi neçədir? 48. SABC bərabərdir 48. Bax bir daha deyək. SBYC, bura baxın. Buranı verib 12. Bu balaca üçbucağı, bax belə uzun olan. Hündürlük nəzərə alınmaz.
Bura 12'dir. Bunun buna nisbəti də 3'ün 1'ə. Deməli, bura 36. 36 olanda bunun üç bucağın sahəsi ABC-nin 48 olur. Düzdür maşallah. Həm DS ABC, baxın, BC tərəfi, bu tərəfə endilən AK hündürlüyü bölə 2'dir. Yəni BC vuraq AK bölə 2 bərabərdir 48'dir. SABC-ni bir də yazdım ki, yadınızdan çıxmaz. BC bildirik neçədir, onu axtarırıq. AK vuraq 8'dir, bölə 2 48. BC bərabər olur 12 mi edir? 12. Yaxşı. 105'ə baxaq. Hani görsən, səhiyyə naziri olanda bana bir elektron lövhə hədiyyə edirsən. O belə yazıları yaxşı mı? İnşallah mən dua edəcəm ki, sən səhiyyə naziri ol tezliyi. Keçərik 105'ə. Görək 105'də, bəlkə ondan sonra tozlu baxmaq. 105'də nə deyir aşağıda? Deyir ABC üç bucağında 12'ye bərabər olan AB tərəf üzərində K nöqtəsi qeyd olur. Bu görək biraz qəliz söhbətdir. AB tərəf üzərində ABC deyək də. Bax, burada bir buzağı alındırmaq lazımdır. Şübhələnirəm ki, bu oxşarıq. AB bərabər 12. Şəkil də verir. ASK K nöqtəsi qeyd olur. ASK bərabərdir ABC. ASK bax, haradasa belə deyək də. ASK bərabərdir ABC. Valla şübhələnirəm. Buna da bir deyirəm, buna da bir deyirəm. ASK bərabərdir ABC. Bucaq ASK bərabərdir bucaq ABC. Valla şübhələnirəm, bu oxşarlıqdır. BK da bərabərdir 9, bucağa da bərabərdir 30 olarsa, SABC-nin tam. Bax, baxaq görək, nədir bu? Deməli, AB deyir 12. Bax, bura dostlar, 12. Sonra nə verir? BK hanı? Bax, bura BK 9. Onda bura 3'dür da. A bucağı da 30 dərəcə. Valla şübhələnirəm. 30 dərəcə. Eləmi? ABC-ni tam. Vallahi billahi şübhələnirəm. Deyirəm ki, bura baxın. 3 bucaq ABC oxşardır. Heç bax, axıratdan düşünməmişəm, birbaşa deyim. 3 bucaq nəyə? ASK-ya. Düzmü deyirəm o başa? 2 bucağına görə. A bucağı hər ikisi üçün ortaq. Burada C bucağı, burada B bucağına bərabər. Düzdürmü? 2 bucağı bir-birinə bərabər, bucaq əlamətinə görə bunlar oxşarlar. Gəl nisbətləri yazaq görək nə baş verir. A B-nin A C-yə nisbəti bərabər. Bax, bura 9 olanda buranı da bilirik. Burada 3 olur. Heç 3'ü yazdıq. Bərabərdir. A-kan AC-yə nisbət. Düzmü deyirəm? Bax, A-B-nin AC-yə nisbət bərabər. Yox, A-B-nin AC-yə nisbətini düz deyirəm. Bərabərdir. A-B-nin AC-yə nisbət bərabərdir. AC-nin AK-ya nisbət. Bax, indi düz oldu. AC-nin AK-ya. Onda dostlar, AC kvadratı bərabərdir AB vuraq AK deməkdir. AB neçədir mənim qardaşım? 12. Deməli, onda AC kvadratı bərabərdir 12 vuraq. AK neçədir? 3. Onda AC neçə olur dostlar? 6. AC-nin tapılır ki, bura 6. Bizdən da ABC-ni mi soruşur? Hündürlük lazım deyil, hündürlük də belə deyilmək var. Hündürlüklə tapılır olur. Ya da ki, iki tərəf arasındakı bucağın sinusu. Gəl onunla xatırlayaq, onunla yazaq elə. Onda ABC bərabərdir 2-1 AC vuraq AB vuraq sinus bucaq A. Bu da nə deməkdir? 2-1 AC-miz 6'dır. Vuraq AB 12'dir. Vuraq sinus 30 dərəcə.
Sinus 30 dərəcə. Bu isə uşaqlar burada qalır 3 vuraq 6, o da 18. Elədir mi? Çox gözəl. Allah eləsin tezliklə səhih alır. Keçək. Ya ən yaxşısı özü xüsusi poliklinika olsun. Ha? Estetik gözəllik hesab belə şeylər olur. Məsələn, Məltəm Hospital deyirlər də, bu olsun Nigar Hospital. Ha? Olmaz? Yazı cəmatın başına aladı, pullarından alır. Mühtəkili ilə məşğul olur. Düz bucaqlı, üç bucaqlı. 107-də uşaqlar. 107. Düz bucaqlı, üç bucaqlı. Daxilinə çəkilmiş çevrə toxunma nöqtəsi ilə hipotenuzu 8-2 parçaya bölür. Yandıq. Yenə başladıq. Bax. Toxunma nöqtəsi ilə belə bir şey olur. Hipotenuzu deyir 2 yerə bölür. Bu 8-dir, bu 12-dir. Uzağın sahəsini tapın. Tapaq da mühəndişim. Bax, bura 12-dir. Bura da 8-dir, düz, bura da eğer. Onda belə tapa bilərik, bir fərq olur. Deməli, 8 üstə gələk eğerin kvadratı, üstə gələk 12 üstə gələk eğerin kvadratı, bərabər 20-nin kvadratı. Düzdür, çünki bura 20 daxil. Ondan olur, eğer kvadrat üstə gələk 16 eğer, üstə gələk 64, üstə gələk eğer kvadratı, üstə gələk 24 eğer, üstə gələk 144, çıxaq 400, bərabər də 0. 2 eğer kvadratı, 2 eğer kvadratı. 16 ilə 24 40 mı? Üstə gələk 40 eğer. Burada 144 ilə 64 ne edir? 208. 400-dən də 208 çıxanda 192 mi edir? Çıxaq 192 bərabər də 0. 2-yə də bölürəm. Eğer kvadratı çıxaq üstə gələk 20 eğer. Çıxaq 96 bərabər də 0. İndi gəl bunu 36 ilə yox. 24'den 4 mi edir? Mənfi 24 ilə müsbət 4. Hə. Eğer 1 bərabərdir 4, eğer 2 bərabərdir mənfi 24. Eğeri də tapdıq mıdır? Şimdi bunun sahəsini deyir də 4 tapandan sonra nə var? Bu katet olur 12, bu katet olur 16. Hə. Hes bərabərdir 12 bura 16 bölə 2. 8'də 96 mı sahə? 109'a baxaq. Mən deyərdim ki, bu sahələrin içərisində ən çətini elə, çətin deməyək, çətin içmə yoxdur burada. İşlənləsi elə bucağın sahəsidir. 109. Hələ 111 də işləmək olacaq. 109 belə uşaqlar. Deyir ki, katetlərinin cəmi 15. Yəni, məsələn, biri x-dırsa, o biri 15 çıxar x-dir. Hipotenuzda 14 olan düz bucağın sahəsini tapır. Allah Pifagora rəhmət gəlsin. X kvadratı üstə gələk 15 çıxar x-in kvadratı bərabərdir 196. X kvadrat üstə gələk x kvadrat çıxar 30, x üstə gələk 225 çıxar 196 bərabər 0. 2x kvadrat çıxar 30x 129 millilə çıxanda 196. Üstə gələk 29 elədir mi? Bərabərdir 0. Gəl edim bunu topla. Diskriminant bərabərdir. Ha? 225-dən 196 çıxanda məncə 29 edir də. Düzmü fikirləşmişəm. 30x məncə səhər yoxdur. Hə, onda 900 çıxaq. 8 vuraq 29. O da bərabərdir. 900. Bu 160 edir. 72 də gələndə 160-ın üstünə 72 gələndə 2 bu, 3 bu, 232. Çıxar 232. Amma qəri söhbət olur. Bax, bu hesablama olanda işlər xarabdır. Bu 8-dir, bu 6-dır. Bu da 668 nə idi? Ben şey demeyi var mı? X, Y, arasında katetere.
Kalite yüksəldəndə 225 değil mi? Və düz deyirsən, bax o gənə mən həmən səhv elədim. Hə, səhvi gənə elədim. Gənə səhv elədim. İlişmişdim. Bax bu x-dır, bu y-dir, düz deyirsiniz. Cəmi x-da gələ y-15-dir, düz deyirsiniz. Gənə həmən səhv elədim. X-da gələ y-in kvadratı 225-dir. Düzdür? Bu da x kvadratı, gələ y kvadratı, gələ x-y bərabər 225, 2x-y. 220, yox, 196. Hə, 225, 220. X kvadratı gələ y kvadratı da onun kvadratı. 196, üstə gələ 2x-y. O yadından çıxmışdım yəni. 225. Onda 2x-y bərabərdir 29 medir. X-y də bərabərdir, deməli, x-y də bərabərdir 29-u yarı böləndə neçə edir? 14,5. Və s də bərabər x-y bölə 2-dir. Yəni 7,25. Elədim cavab. Yaxşı. Həmən səhv gənə yadımdan çıxmışdı. 111-ə keçək. 111 nəfərdir. Nəsə şübhəli şeydir bu da. Gələ bax, burada mən şübhələnirəm. Həmən şeydir. ABC üçbucağında. Bəyəfki şeydir aşağıda. Bax, fikir verin, ABC üçbucağında eyni ilə bəyəfkiyim hansıdır? Hansı məsələ? 105 idi mi o? Bəli, eyni ilə 105-dir. Sadəcə ədədlər fərqlidir. Yəni 110-u da siz evdə yazarsınız. Bu qədər. Hələlik sağ olun.